Payız nə vaxt başlayır? Bu fəsil yaydan sonra qışdan əvvəl gəlir. Payız bizim ölkədə sentyabrın 23-də başlayan və dekabrın 21-nədək davam edən bir fəsildir ki, buna xəzan da deyirlər. Bu fəsil bitkilərin bir illik yorğunluğunu çıxarmaq və dərin yuxuya getmək üçün son hazırlıqlarını görür. Payızda təbiətdə nə baş verir? Payız bizə təbiətin min bir rəngini göstərir. Bu mövsümdə sarı və yaşıl rənglərin müxtəlif tonlarını görmək olur. Ağacların yarpaqları sarı, bəziləri isə qırmızıdır. Aralarında hələ də yaşıl qalanlar da olur. Yarpaqlar payızda niyə saralır? Yayda ağacların yarpaqları yaşıl olur. Çünki onların içində xlorofil adlanan yaşıl bir maddə var. Bu maddə günəş işığını alaraq ağacın qidalanmasına kömək edir. Amma payız gələndə günlər qısalır, havalar soyuyur, günəş işığı azalır. Bu zaman ağac artıq xlorofil hazırlamır və yarpaqların içindəki yaşıl rəng tədricən yox olur. Yaşıl rəng yox olduqca yarpaqda əvvəldən gizlənmiş sarı, narıncı və qırmızı rənglər görünməyə başlayır. Sanki yarpaqların içindəki rəngli boyalar payızda ortaya çıxır. Bu fəsildə bəzi quşlar isti ölkələrə uçub gedirlər. Buna köç deyilir. Bəzi heyvanlar, məsələn kirpilər və ayılar qış yuxusuna hazırlaşırlar. Onlar yuvalarına qida toplayır, istirahət üçün yer düzəldirlər. Payız həm gözəlliyi, həm də faydası ilə seçilir. Yayda susuz qalan torpaq payızda yağışla dirçəlir və bu suyu bitkilərə ötürür. Alma, armud, nar, heyva, xurma kimi meyvələr, balqabaq, kök, kələm, kartof kimi tərəvəzlər payızın dadlı hədiyyələridir. Payız məhsul mövsümüdür. İnsanlar tarlalardan və bağlardan yığılanları evlərinə aparırlar. İnsanlar odun və kömür alır, qış üçün hazırlıq görürlər. Kompot, mürəbbə, turşu düzəldirlər. Payız da digər fəsillər kimi çox gözəl fəsildir. Bu mövsümdən maksimum yararlanmaq üçün təbiətə toxum səpə və fidan əkə bilərsiniz. Təbiətə bir versəniz, o sizə min verəcək. Payızda heyvanlar necə davranır? Payız gəldikdə heyvanların həyatında böyük dəyişikliklər baş verir. Kirpilər, ayılar və bəzi gəmiricilər qış yuxusuna gedirlər. Bu zaman onlar az hərəkət edir və enerjilərini qoruyurlar. Payızda heyvanlar gələcək üçün qida toplayırlar. Məsələn, qoz, meyvə və böcəklər. Onlar yığdıqları qidalarla qışda aclıqdan qorunurlar. Heyvanlar öz yuvalarını möhkəmləndirir və soyuqdan qorunurlar. Ayılar payızda çox yeyib bədənlərində yağ yığırlar. Bəzi quşlar isə payızda isti ölkələrə köçürlər. Balıqlar suyun soyuması ilə daha az hərəkət edir və enerji yığırlar. Onlar su altında gizlənərək qışa hazırlaşırlar. Payızda uşaqlar nə edirlər? Payız fəsli gəlib. Təbiət sanki rəngli boyalarla boyanıb. Yarpaqlar saralır, meyvələr yetişir. Havada xoş bir sərinlik var. Bu gözəl fəslin dadını siz necə çıxara bilərsiniz? Gəlin birlikdə baxaq. Payızın ləzzətini dadın. Alma, nar, balqabaq, armud və s. bu fəsildə bol-bol meyvə tərəvəz yeyin. Onların dadını kəşf edin. Ananızla və ya nənənizlə birlikdə şirniyyat bişirin. Almalı keks, balqabaqlı şorqoğal bişirərkən həm öyrənin, həm də əylənin. Yarpaqlarla oynayın. Ətrafdan topladığınız sarı, qırmızı, narıncı yarpaqlardan şəkillər düzəldin. Kolajlar hazırlayın. Təbiətə çıxın. Gəlin payızın küləyinə qulaq asaq. Yarpaqların ayağımızın altında xışıltısına qulaq verək. Gözlərinizlə təbiəti necə dəyişdiyini müşahidə edin. Yarpaqlardan rəqəmlər və ya hərflər düzəldin. Hər gün sinifdə Payız bugün necədir adlı hava müşahidə cədvəli aparın. Havanın dəyişməsini izləyin və payızın bizə nələr gətirdiyini qeyd edin.